Salam, hər vaxtınız xeyirli uğurlu olsun. Mənim əziz və dəyərli bacılarım, kanalımda, evimdə və yeni bir vloqumda xoş gördüm hər birinizi. Necəsiz qızlar? İnşallah hər biriniz yaxşısınız, tək yaxşı olun. Mən də şükürlər olsun, yaxşıyam. Sizin üçün yenə maraqlı bir vloq ilə gəlmişəm. İnşallah ki, bu vloqumu da sona qədər sevərək, bəyənərək izləyərsiniz. Biraz kiçik bir özət keçim, bu vloqda nələr var. Küçük bir alışverişti, qonaq qarşılamadı. Daha sonra motivasiya biraz var. İnşallah ki sona qədər izləsəz, inanıram ki bəyənəcəksiniz. Beləliklə, necə keçək vloqumuza. Demək qızlar, burada hazırlaşmışam, gedirəm. Fabrikdən sifarişim var idi, onu götürməyə. Öncə istədim yoldaşıma deyim ki, gedib özü götürüb gəlsin. Daha sonra fikrimi dəyişdim. Dedim elə özüm giyinim, gedim, həm çıxım. Gün ışığı görüm, həm də gedim bu gələn sifarişlərimi götürüb əvəzinə başqa bir sifarişlərim də var idi. Onları seçim bir-bir, kodlarını yazdırım ki, qız gətirsin mənim üçün. Elə də etdim, gəldim elə burada. İşləyən qızla çoxdan bir dostluq bir əlaqəmiz var. Dedim, həm də onu görmüş olaram, bir-birimizi hər zaman görməyə şad oluruq. Neysə elə gəldim, biraz ayaqüstü biraz söhbət falan. Sifarişlərimi də götürdüm, qayıtdım evə və digər sifarişlərimi də verdim ki, növbəti dəfəyə gətirsin. Elə gəldim, dedim gələn kimi də nə aldığımı da göstərim sizə. Çox bir şey almadım qızlar əslində, yəni internetdə gəzərkən bir məhsul, fabrikin bir məhsulu çıxmışdı qarşıma. Onu görmüşdüm, onu elə qıza atmışdım ki, bu var səndə, dedi həm var. Elə dedim gedim onu götürüm. Elə getmişkən də əlavə bir iki şey də aldım. Birdən belə duş gelim qurtarmışdı. Duş geli götürdüm özüm üçün. Çox qəşəng qoxusu var, belə çiyələkli. Başqa meyvə ətirləri də var idi. Olur, amma qızda tək bu idi deyə bunu götürdüm. Həmən o internetdə gördüyüm məhsul isə bu idi. Orada çox tərifləyirdilər. Hətta yəni belə sınamış vəziyyətdə, yəni videosunu göstərdilər. Necə ləkələri falan çıxardır. Bəyəndim. Dedim mən də alım, yoxlayım, sınayım, görüm necə bir şeydir. Elə bunu bu gün sizinlə bir yerdə yoxlayarıq ki, bəlkə siz də sifariş vermək istəyərsinizsə, görmüş olasınız, yəni almağa dəyər, dəyməz, bilmiş olasınız. Mən də elə ilk dəfə idi ki, alırdım. Başqa bir fabrikin məhsulu var, ləkə çıxardıcı. Onu əvvəllər alırdım, çox razı qalırdım. Amma bunu ilk dəfə də alıram. İnşallah ki, bunu da bəyənərəm. Və belə tək, məsələn, paltarlara yox, bir çox belə səhvlərə zada suya qatırsa, qız orada göstərir ki, suya qatır, belə sprey şüşəyə tökür, səhvləri zadı bir-birinin üzünü zadını silir. Çox qəşəng bir şey idi, dediyinə görə indi yoxlayarıq. Bir də yağ çözücüm qurtarmışdı, bitmişdi, artıq neçə gün idi ki, bitmişdi. Evdən də çölə çıxmırdım ki, gedim alım hansısa bir yağ çözücünü. Elə getmişkən fabrikdən bundan da götürdüm. Bunu da ilk dəfə də alıram. Bunu da ilk dəfə sınayacağım. İndi sizinlə bir yerdə sınayarıq, görək necə bir şeydir. Yəqin ki, aralarınızda istifadə edən var. Burada da kodunu göstərirəm qızlar, yəni fabrikdə almaq istəsəz, yəni bu kodla sifariş verə bilərsiniz. Elə aldığım 3 məhsul budur, dediyim kimi. Bu da həmən o yağ çözücünün başlığıdır, yəni sprey başlığıdır. Bu da yeni kataloqdur. May ayının 24-nə qədər olan kataloqdur. Dedim, bir dənə də kataloq götürdüm, dedim görüm yeniliklərdən nə var, baxım içinə. Hələ baxdım ki, təzə yazılanlar üçün belə bir aksiya var. Yəni 40 manatlıq alış-veriş edənə bu 2 hədiyyə, bu Felisin bunun 2 ətri hədiyyə olunur. Burada da göstərirlər ki, 24-cü səhifədə, yəni qiymətlərinə baxmaq olar. Mən də elə açdım ki, göstərdim sizə də, özüm də baxım. Belə hal-hazırda, yəni bu kataloqda endirimdədir. İkisi 43 manat 19 qəpiyyədir dəst şəkildə alana. Amma ayrı-ayrı aldıqda qiymətlər fərqlidir. Yuxarıda görürsünüz, fərqlidir. Hərəsinin öz qiyməti var. Belə, yəni ki, məncə yaxşı bir fürsətdir. Yəni fabrikaya yazılmaq istəyənlər varsa, fürsəti əldən qaçırtmasınlar. Elə 40 manat sifariş verib
Məncə 45 manatlıq hədiyyə qazanmaq çox əlverişlidir. Və belə qızlar, həmən o aldığım məhsulun bu kataloqda, yeni kataloqda yox idi həmən məhsul ki, qiymətini görsədim. Amma həmən firmanın digər məhsulları var idi. Hamısı da endirimdə idi. Onları burada göstərirəm ki, yəni almaq istəyirsə, növbəti kataloqda, yəni endirimdədir həmin məhsullar. Əslində qızlar, reklam deyil bu qətiyyən. Yəni prosta elə baxdım ki, endirimdədir. Deməli sizə də göstərim. Mən özüm də düzdür əvvəllər fabrikin üzvü olmuşam, amma artıq işləmirəm bir müddətdir ki. Amma mənə elə ehtiyac olanda həmən bu qız, həmən bu rəfiqəm mənə kataloq qiymətdən 20% aşağı qiymətlə hər bir şey təşkil edir. Yəni elə bil ki, elə fabrikdə işləmiş kimi bir şeyəm. Yəni kataloqdan aşağı qiymətə alıram da mən həmən qızdan, tanışlığa görə təbii ki. Və elə bu məhsulları da kataloq qiymətindən aşağı almışam. Qiymətlərini də indi deyəcəm sizə qızlar. Bu duş geli qızlar deyəsən 4 manat 9 qəpiyə idi. 4 manat 10 qəpiyə bir sözlə mən 3 manat neçə qəpiksə verdim. Mən orada ümumi məbləğ verdim deyə qiymət dəqiq yadımda qalmadı nə qədər ödədiyimi. Amma bilirəm ki, kataloqdan aşağı qiymət verdim. Daha sonra orada bu yağ çözücü var ki, o sprey olan. Onu 5.99'a idi. Yəni bu kataloqda deyil, bundan öncəki kataloqda 5.99'a idi. Qız mənə 5 manata verdi bunu. Və bu ləkə çıxardıcı isə 9 manat 59 qəpiyə idi. Onu da mənə 8 manat 50 qəpiyə verdi. Belə ümumi məbləğ isə hardasa 17 manat tutdu. Təbii ki, əgər siz də fabrikin üzvüsünüzsə, siz də aşağı qiymət alacaqsınız. Yox, əgər belə sıradan bir alıcısınızsa, kataloq qiyməti alasınız. Mənim kimi tanışınız varsa, bəlkə endirim eləyər sizə, o başqa. Və belə qızlar, istədim sizinlə öncə bu yağ çözücünü sınaqdan keçirək. Dediyim kimi, ilk dəfədir mən də sınayıram. Bu qaz plitəmin tək gözlü dəmirini, o digəri təmiz idi. Bunu dedim sizin elə sprey vurum. Və belə vurdum paketin içində, biraz gözlətdim. Hardasa bir 20 dəqiqə gözlətdim ki, o yağlar yumuşalsın, təmizlənəndə rahat təmizlənsin də. Daha sonra keçdim, ocağa su qoydum ki, digər ləkə çıxardıcını da sizinlə bir yerdə sınayım. Və elə ləkəsi getməyən dəsmallarım var idi, hansı ki yumuşam. Da qaynatma rejimində də qoymuşdum, ləkələri getməmişdi. Dedim elə onları qaynadım həmən ləkə çıxardıcı vasitə ilə. Bəzən düzdür, çox vaxt qaynadıram. O adi persollar var marketlərdə, alafran persolu. Çox vaxt o ilə qaynadıram və yaxud ki boz persol var, o da qəşəng ləkəsini çıxardır. Və hərdən də dediyim kimi fabrikdən də hansısa bir ləkə çıxarıcı vasitə alıram. Yəni qaynatmaya daha çox üstünlük verirəm. Bəzən də olur ki, tənbəllik edirəm, elə xlora qoyuram. Amma xlor da bilirsiniz ki, ziyandır, tez xarab olur, dəsmallar tez cırılır. Ona görə də qaynatmaya daha çox üstünlük verirəm. Elə burada göstərirəm, dəsmalların bəzilərində ləkələr var, hansı ki, qaynatma rejimində qoysam da ləkələri getməyib. Elə dedim elə bu vasitəni yoxlayım görüm aparacaqmı. Həm də biraz dəsmalların rəngi də artıq dönüb. Biraz da deyirəm bəlkə rəngi açılar, ağarar. Çünki hər gün demək olar istifadə olunan dəsmallardır. Yəni belə bu vəziyyətə düşməyi normaldır. Və elə tökdüm bu sandığın içindəki dəsmalları ki, seçim içindən ləkəli olan dəsmalları ayırım. Və elə tökmüşkən də dedim səliqəyə də salım sandıqları. Düzdür, burada çoxsu istifadə etmədiyim, çoxsu istifadə olunmamış dəsmallardır. Bəziləri təzədir, bəziləri də elə altda qalır. Ancaq üstdəkiləri istifadə edirəm, altdakılar təmiz qalıb. Bir sözlə, yəni elə seçdim, hansılar ki, təmizlənməyə ehtiyaclı, onları ayırdım. Qalanı isə təzədən belə səliqəli şəkildə yığdım, təzədən sandığa qoydum yerinə. Hamısını da belə qarışıq yığmışam. Burada əsas da belə əl silmək üçün, əl qurulamaq üçün dəsmallardır. Bir də çay dəsmallarıdır. Digər balaca sandığa isə bu bezləri yığmışam. Mikrofiber təmizlik bezlərini. Burada da yenə də təzəlik, köhnəlik, qarışıqdır. Hamısı bir-birinə, məsələn, bunlar da
Təmizlik bezləridir, paçka ilə almışdım. Hələ çoxsu qalıb təmiz. Digər dəsmallar da rəngli gördüyünüz onlardır. Bunları da Temudan almışdım. Bunlar da bir ikisini istifadə eləmişəm. Digərləri təmiz qalıb. Hədiyyə verdiklərim də var. Maşallah, yəni dəsmaldan bolam. Amma yəni nə qədər alsam da gözüm yenə də doymur. Elə hər gördükcə alıram yenə də. Çünki çox olmağın ziyanı yoxdur, az olmasın əsas odur. Və elə bu sandıqda bir iki dənə köhnə var ki, onları da atmamışam. Onları da saxlamışam çörək qabının, yəni çörək qazanın içinə, çörəklərin altından qoyuram. Yəni o çörək dəsmallarıdır, belə deyək. Bu isə belə balaca, sandıq isə dediyim kimi təmizləyici bezlərin, yəni mikrofiber bezlərin sandığıdır. Burada bu dəsmalları yığıram. Burada da yenə də həm işlənmişləri, həm də təzələri ikisi də qarışıqdır. Və belə, bu isə ceyran dərisi deyirlər. Nədir, ondandır. Bunu da yenə də şüşə falan siləndə istifadə edirəm. Bunu da elə bunların yanına qoymuşam. Və belə, hansı ki ləkəlidir, dəsmallar hansını ki qaynadacam, onları ayırdım. Elə bu arada da sandığı da düzənləmiş oldum yenidən. Bu isə aşqazanın ağzına qoyduğumdur. Artıq köhnəlib, rezini qaçıb, ləkə tutub, bir tərəfi yanıb, bərbad gündədir, gərək onu da alım, yeniliyim. Yadımdan çıxır hər dəfə onu almaq. Amma hələ də atmıram ki, yenisini alım ki, sonra onu ataram. Hələ ki istifadə edirəm. Və belə çıxan ləkəli dəsmallar bunlar oldu. Və dəsmalları seçincəyə qədər su da qaynar oldu artıq. Və qaynar suya biraz yuyucu vasitə tökdüm, yəni paraşok tökdüm və 2 qaşıq da həmən aldığım bu ləkə çıxardıcıdan əlavə etdim. Elə qaynar suya ardıca da dəsmalları saldım bu qaynar persollu suyun içinə. Bu qazanı isə elə qaynatmaq üçün istifadə edirəm. Qızlar, bir də yayda balonları qaynadıram bunda. Məsələn, kompotu, turşu falan balonları bunun içində qaynadıram. Yəni yemək bişirdiyim qazan deyil də, yəni biləsiz. Sonra mənə irad tutmayasınız ki, yemək bişirdiyin qazanın içində ximikat qaynadırsan falan filan olmasın. İzah edeyim ki, bilmiş olasınız. Belə qızlar, bu məqamda evimizə qonaq gəldi. Qonaq deyəndə qardaşımın ailəsi gəldi. Qardaşım gəlməmişdi, düzdür, amma qardaşımın uşaqları, bir də yoldaşı gəlmişdi, gəlinimiz. Daha sonra elə başım qarışdı onlara, oturduq elə, yemək falan hazırladıq, oturduq, yedik, içdik, söhbət elədik. Amma çəkmişəm son nəticəni, həm dəsmalları da nəticəsini çəkdim, necə ağartdı, ağartmadı, həm o dəmirə püskürtdüyüm hamısını çəkmişəm qızlar, yəni sona qədər izləsəz, davamında görəcəksiniz. Belə dəsmalları qaynamaya qoyandan sonra dəmiri də artıq burada 20 dəqiqə, 25 dəqiqə keçib, görürsünüz necə buraxıb yağını. İlk dəfə onu deyim ki, qızlar, püskürtdüm, bir 20-25 dəqiqə qaldı. Sürtdüm, yudum, düzdür, yumuşatmışdı, amma öz gücümə də, yəni setkası ilə sürtdüm, biraz da elə getdi. Düzdür, normalda mən bu setkası ilə sürtsəm getməyəcəkdi. Təbii ki, dərmanın gücünə getdi. Sürtdüm, tam getməmişdi. Daha sonra bir də dərman püskürtdüm üstünə, biraz da hardasa bir 20 dəqiqə yenə qaldı. Yəni 2 dəfə üst-üstə dərman vurmuşam da, elə gedib təmizləndi. Onu da birazdan görəcəksiniz. Demək olar ki, tam təmizləndi. Və üstündən biraz keçəndən sonra hardasa bir 15-20 dəqiqədə dəsmallar qaynadı. Onları da atdım paltar yuyanda, biraz da elə yuyulsun, yaxalasın. Və burada da artıq sürtmüşəm dəmiri. Görürsünüz, bir dənə bu diblər qalıb. Bayaq gördünüz də necə qapqara idi. Çox qəribə bir şeydir ki, qızlar. Bu dəmir qaz peçini alandan, bax bu gözü, bu dəmiri ləkə tutmur da. Tutursa da yuan kimi, sürtən kimi adi setka ilə sürtürəm, gedir. Heç yağ çözücü vurmağa ehtiyac yoxdur. Amma bu tək gözünün dəmiri dəhşət ləkə tutur da. Nə məsələdir, heç bilmirəm. Həmişə də o gözü çox yağlanır, çox ləkələnir. Və elə ona görə də dərmanı çox vaxt ona vururam.
Belə, onda dedim göstərim son nəticəni görəsiz ki, yəni o dərmanı almağa dəyərmi, dəyməzmi görmüş olasınız. Yəni dəyər almağa, pis deyil, bəyəndim. Və gəlinimiz də gələndən sonra keçdik ki, yeməkləri hazırlayaq. Elə soyuducuda biraz dolmam var idi, yarpaq dolması. Onu çıxartdım buzluqdan, qoydum bişməyə və biraz da salat hazırladıq. Yenə də rəngli biberlər falan doğranmış buzluqda var idi. Yəni çox asan da oldu, heç vaxt aparmadı. Tez biraz da salat hazırladıq. Da gəlinimiz gələndə, yəni keçən dəfə daha doğrusu görüntülü danışanda demişdi ki, yəni qardaşım həmişə belə şeyləri kilo ilə alır da, çox alır, yekə-yekə yeşiklə alır. Demişdi sənə də gətirəcəm. Mənə də öz payından gətirib, sağ olsun, tvaroqdur, yağdır, çaydır. Çaydakı təmiz Lənkəran çayıdır. Və bir də belə bir huping qolbaq gətirib, qaralmayan. Özünə də almışdı, məni də unutmayıb, sağ olsun, payı çox olsun. Və bir də ki, belə əsasda bu hədiyyəni unutmayıb gətirməyə. Demişdim alma, amma yenə də alıb, sağ olsun, payı çox olsun. Qardaşım daha doğrusu alıb, gəlinimiz də gələndə gətirib. Fuadın doğum gününə hədiyyəsidir. Bu lövhədir, yaz lövhəsi. Çox qəşəng bir şeydir. Öz qızına almışdı. Fuada da alıb. Payı çox olsun. Bir tərəfi belə lövhədir. Təbaşirlə yazmaq üçündür. Silgisi falan da var. Bir tərəfə isə markerlə yazmaq üçündür. O həmən markerlə yazılan tərəfi həm də maqnitlidir. Ora rəqəmlər falan da yazmaq, yapışdırmaq olur da, bildizlə nətərli hərflər, rəqəmlər yapışdırmaq olur. Təhsil alan uşaqlar üçün çox yaxşı bir şeydir. Həm də Fuad da bu il inşallah hazırlığa gedəcək. Vəsilə yerinə düşdü. Belə açıb göstərirəm ki, belə bu sökülmüş vəziyyətdədir. Sonra yığmaq olar. Həmən o maqnitli tərəfə də inşallah artıq atmışam səbətə və buradan maqnitli rəqəmlər və hərflər də alacağam ki, dərs keçəndə Fuada rahat olsun, maması ona rahat göstərərək öyrədə bilsin. Belə payı çox olsun, bir daha qardaşımın da, gəlinimizin də payları çox olsun, cibləri dolu olsun. Bu arada qızlar, ola bilsin ki, bu vlogdan sonra Fuadın doğum günü vlogu olacaq. Çalışacağım ki, həmən vlogu paylaşım və həmən vlogu qaçırtmamaq üçün qızlar, hələ də abunə deyilsinizsə, abunə olun ki, paylaşanda həmən vlogu xəbərdar olmuş olasınız, bildirişi gəlsin sizə. Belə qızlar, burada da artıq yeməyimizi hazır etmişik. İndi də süfrə hazırlığı edirik. Gəlinimiz də sağ olsun kömək edir mənə süfrə açmağa. Əslində yəni çox bir şey bişirmədim. Bir salat hazırladıq, dolma idi. Əslində yəni balıq da hazırlamaq istirdim, amma gəlinimiz qoymadı. Yəni əslində belə deyək ki, məni aldatdı. Demişdi ki, yəni gələndə demişdi ki, qalacaq. Mən də fikirləşdim ki, indi dolmanı indi bişirim yeyək, axşama da balıq, toyuq falan qızardaram, kartuşka ilə falan. O da elə oldu ki, qalmadı, getdi. Bildirəm, mən də burada deyirəm, bilsəydim balığı da indi qızardardım, ürəyimdə qaldı. Dedi, yox, bəs edir. Neysə, oturduq, yedik, içdik. Dedik, güldük, danışdıq. Çox maraqlı bir gün keçdi.
Və belə qızlar, yeməyimizi yedik. Yetirən, doyduran Rəbbimə şükürlər olsun. Allah hər kəsin süfrəsini bol bərəkətli eləsin. Elə daha sonra süfrəni yığışdırdıq, gəlin baldız, keçin ortalığı topladıq. Çıxan qabları da yuduq. Daha sonra elə yuyulan o dəsmalları da paltar yuyan maşından çıxartdım. Hamısını apardım, sərdim. Çox qəşəng hamısı təmizlənmişdi. Orada da gördünüz qızlar. Fürsət tapıb çəkmişdim sizdən. Ləkələr də getdi. Dəsmallar da çox qəşəng ağarmışdı. Belə sərdim. Daha sonra gəldik. Qəşəng çay süzdük, oturduk. Gəlin baldız. Çay içdik, biraz yenə söhbət elədik. Daha sonra yollandılar evlərinə axşama tərəf. Və elə bunlar nədir qızlar? Bunlar da gəlimiz gələndə gətirmişdi. Onların yanında, qardaşımın yanında manatlıq dükan açılıb və orada satılırdı bunlar. Mən də onların səhifəsini izləyirəm deyə və hərdən nəsə mənə lazım olanda şəklini çəkib atıram gəlimizə ki, bunları get götür məndən, mənim üçün daha doğrusu. Təbii ki, pulunu atıram onun kartını, o da gedir mənim üçün alır, sağ olsun. Və 12 dənə kəsə almışam. Belə bir növünü, bir də digər balaca biraz növünü almışam. Çox bəyəndim bunlarda. Hərəsindən 6 aldım gündəlik işlətməyə. Həmən bu balaca kasalarının inşallah böyük kasasını da almaq istəyirəm. Kiftə kasası deyirlər ondan. Onu da gətirsələr mütləq alacağım. Bunların isə hər birinin qiyməti 1 manata idi. 12 kasaya 12 manat pul ödəmişdim. Belə qızlar, burada da artıq videom sona çatdı. Bu da deməkdir ki, sağollaşmaq vaxtıdır. Sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm və növbəti vlogda görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın, özünüzə yaxşı baxın.